müsəlman kimi sual verir. Ümumiyyətlə, yəni mənim üçün dünyada yəni iki real şey ola bilər. Ya hər şey var, ya da heç nə yoxdur. Bəli. Məsələn, ilk sualım niyə sırf ərəb dildə? Yəni çünki ərəb dili öyrənilməsi ən çətin ilk 5 dil arasındadır və həqiqətən çox çətin bir dildir. Aha. Yəni niyə insanların daha yaxşı başa düşüb anlaya biləcəyi bir dil yox, sırf ərəb dili seçilir dinimizdə? Dinimizdə nə üçün? Sualı belə bölüşdüm ki, dinimizdə nə üçün sırf ərəb dili seçilib, başqa dil yox, yəni daha yaxşı anlayacağımız dil yox. Mən sənin suala cavab davam edirəm. Yəni, məgər ərəb dilindən daha qüvvətli, daha bəlağətli dil varmı yer üzündə? Yəni, daha dəqiq ifadələr verən, belə bir dil bilirsənmi? Sənin təsəvvüründə? Yəni, ümumiyyətlə, ərəb əlifbasının, əslində belə demək istəyirəm, çünki həqiq oxumaq çətin bir əlifbadır. Məsələn, latin əlifbası dünyada istifadə olunur. Yox, əlifbanı demirəm, üzr istəyirəm, əlifbanı demirəm, dili deyirəm, dili. Məsələn, mən nəyə görə əsasən deyirəm, fikrimi əsaslandıra bilirəm. Ərəb dilində 12 milyon söz var. Ərəb dilində 12 milyon söz var. Rus dili çox güclü dildir, bilirsən də. Onların ədəbiyyatı, mədəniyyəti, düzdürmü? Yəni, bunlar faktlardır, araşdıra bilərsən. Sən ruska vərəq götür, qeyd elə, mən dediklərimi dəqiqləşdir, əgər marağın varsa, gör o məlumatları. Yəni, belə problem yoxdur. Ərəb dili o qədər zəngin dildir ki, hətta üzün cizgiləri var, orada xəttlər olur, alnında belə qırışdıranda, o xəttlərin belə öz adları var. Gözü məsələn belə qıyanda, onun üstündəki birinci xəttin adı, ikinci xəttin adı, alnı qırışdıranda xəttlər var, və yaxud o qədər dəqiq, incə, məsələn, qulaq çevrəsidir, qulağın burası, orası, sifətin o hissələri, nə bilim, ən adi, hə? Yəni, bəli, o buruqlar, yəni bizdə elə sözlər var ki, bədən cizgilərində onu biz bilmirik, ərəblər onu bilir, o xırdalıqlar, hətta adi bir sözdür, mən bəzən çətinlik çəkirəm Azərbaycan dilə deməyə, ərəb dilində o zənginlik var, o incəlik var. Ona görə Allah Teala Quran-ı Kərimdə buyuranda ki, biz Quranı ərəb dilində nazil etdik ki, ola bilsin ki, başa düşəsiniz deyəndə, təkcə ərəbləri qəsd etmirdi. Çünki ərəb dilinin zənginliyi belədir ki, hər ölkənin alimləri var, dilçiləri var, onlar da ərəb dilini öyrənir, aydındır. Yəni, ərəb dili elə bir dildir ki, zəngin dildir və ərəb dilində xitab etmək o qədər xırdalıqlar var ki, biz belə düşünsək, ərəb dilin elə bir dildir ki, Allah bu qədər qüvvətli bir dildə insanlara xitab edə bilərdi, həqiqətən də. Sonra, məsələn, tutaq ki, ərəb dilində gəlməyib. Məsəl üçün də, yəni, o xırda mənalar var, incə mənalar, insanı aciz qoyan mənalar deyək də, yəni, ilahi kəlam olduğunu ispat eləmək üçün. Bu, elə bir mövzudur ki... Beynəlxalq bir dil götürür. Bəli, bu beynəlxalq bir dildir ilk öncə. İngilis dili götürək. İngilis dilinə gələ. İngilis dilində neçə milyon söz var, bilirsən? Yox, araşdırmamışam. İngilis dili Rus dilindən də azdır. Həddən artıq azdır sözlər. Hətta bəziləri deyir ki, İngilis dilində 3000-4000 söz bilsən, fikirlərini çatdırırsan, izah edirsən, danışırsan və s. Aydındır. İndi demirəm də neçə milyondur, bəlkə 2 milyon, 3 milyon. Amma yəni İngilis dili haqqında başqa məlumatım odur ki, İngilis dili hər 100 ildən bir təzələnir, İngilis dili. Hər əsrdə təzələnir və köhnə sözlər arxivə düşür, istifadə olunmur. Amma ərəb dilinin İngilis dilindən bu məsələdə üstün bir xüsusiyyəti var. Ərəb dili arxiv sözləri də istifadə edirlər. Ona görə ərəb dili çox zəngindir. Görürsən ki, 10 əsr əvvəl işlənilən sözü bugün də istifadə edirlər. Məşhur sözlər çoxdur. Ona görə də hətta Quranın dili belə ərəb dilinin bədii dilini öyrənən rahat ərəb dilini, yəni Quranı da oxuyub başa düşür. Fikir versən, qədim olsa da 14 əsr əvvəl olsa da bədii müasir ərəb dili var. Var ədəbi dil, ədəbi dil, ədəbi danışıq dili. Var loru dili. Ərəb dilinin, loru dilini öyrənsən, Misirin öz loru dili var, Saudiyyənin öz, Bəhreyn, Əl-Cəzair və s. 14-dən çox ərəb ölkəsi var. Bunların hərəsinin öz ləhcəsi var, amma bədii dili öyrəndinsə rahat danışırsan. Sözüm onda yox. Yəni, İngilis dili niyə olmadı? Fransız dili niyə olmadı? Çünki bu dillərin bəzi xırdalıqlara çatan, ərəb dili ilə müqayisə olunacaq dərəcədə deyil. Ərəb dilinin xırdalığı, ərəb dilinin bəlağəti, ərəb dilindəki şeirin təsiri çox qüvvətlidir. Ərəb dilində şeir çox qüvvətli alınır. Ərəb dilinin formasına baxanda sözlər qəlib formasındadır. Məsələn, etdi sözünü 10-15 qəlibə salmaq olur. Başa sala bilirəmmi? Yəni, orada vəzinlər var da, elə bir şey, qafiyələr, bütün şeirdir, Azərbaycan dili, dünyanın bir çox dillərinin təsirindən salıb. Hətta Azərbaycan dilinin 30-40% sözləri, mı ilə başlayan sözlər xüsusilə ərəb sözləridir. Yəni, dünyanın bir çox dilləri və alimləri həmçinin etiraf edir ki, ərəb dili çox qüvvətli dildir, çox bəlağətli, çox ecazkar dildir və biz də deyirik ki, uca Allah yalnız bu dildə
öz kitabını nazil edə bilərdi. Təsəvvür 12 milyon söz sayılıb, qədim sözlərdən müasir sözlər. İngilis dilində itir gedir, elə bir xüsusiyyət yoxdur. Bunu dilçilər də etiraf edir. Xüsusi araşdırmam olub bu haqda, oxumuşam. Yəni İngilis dilində hər 100 ildən bir yeni sözlər olur, yeni terminlər olur və öz qədimliyini qorumaq xüsusiyyəti yoxdur İngilis dilində. Fransız dilində də belədir, başqa dillərdə də belədir. Hətta bəzi dillərdə slavarlar olsa da qədim sözlər, amma istifadə olunmur. Bunun real tərəfindən baxırıq da, yəni praktiki tərəfdən baxırıq ki, ərəb dilində bu özəllik var. Sən biraz geniş danışaraq sualı ver. Aydın oldu bir qədər yəqin ki. Yəni bu dili, yəni beynəlxalq bir dildə Allah xitab edib ki, bütün o xırda mənaları, icazkarlığı ilə seçilən, başqa dillərdən seçilən bir dillə Allah xitab edib. Təsəvvür et ki, Allah Kitay dilində xitab edib. Buna çoxlu mülahizələr tapa bilərdik. Həmçinin İngilis dilində olsa deyəcəkdik ki, bu qədimliyini qoruyub saxlamayan dildir. Yəni 14 əsr əvvəl olub, məsəl üçün deyirik. Qədimliyini qorumur, amma ərəb dili qoruyubdur və bu keyfiyyətləri özündə saxlayır və şübhələrdən uzaqlaşdırır bizi. Yəni şəxsən bir müsəlman kimi məni qane edir. Aydındır? Yəni başqa aspektlərdən də izah edə bilərəm fikrimi. Bəli. Yəni dinin daha ətraflı izah olunması üçün sırf ərəb dili seçilib olmuyor. Bəli. Çünki hətta terminlərə belə baxırıq ki, ərəb dili o qədər dəqiqdir. Bir dənə sözün 7 mənası olur bəzən. İngilis dilində bu özəlliyi yoxdur. Azərbaycan dili kimidir. Uzaq başı bir sözün 2 mənası olur. Bizim dildə elə şeylər hallar olur. Amma ərəb dilində bir sözün 7 mənası var. Elə söz var ki, 5 mənası var. Necə? Amonimliyi çoxdur, o demək. Bəli. Bax, budur yəni, başqa aspektlərdən də izah eləmək olar ərəb dilini. Məsələn, demək olardı ki, bunu artıq izah elədim ki, ərəb dili, məsələn, əgər ərəb dili olmasaydı, başqa bir, tutaq ki, deyək, hansı dil deyək, məsələn, Yapon dilində olsaydı, bu qədim xalqlardandır, düzdürmü? Yapon dilində olsaydı, çox şeylər izah edir. Deyəcəklər ki, dünyanın bir küncündədir. Oradan niyə çıxdı, dünyanın ortasından çıxmadı. Fikir verin də, Ərəbistan haradır? Hesablanılır, düz dünyanın ortası. Məkkə dünyanın ortası, düzdürmü? Yəni, bunun başqa aspektlərdən müzakirə edək də, düzdürmü? Coğrafi aspektdən, düzdürmü? Yaponiya dünyanın bir qırağı. Amerika olsa, deyəcəklər, dünyanın o biri tərəfidir. Xəritəyə baxanda deyirəm də, yəni. İndi bunu xəritəyə baxanda dünyanın ortası düşür, həqiqətən də. O, bizim əlimizdə olan xəritə, hansı ki, bunu NASA təsdiqləyir, düzdürmü? İndi ondan danışıq da, dünyavi elmdən. İndi dünyanın ortası Məkkə düşür. Hesablamalara baxda xüsusi araşdırmalar var. Kəbə dünyanın ortasıdır, yaz internetdə xüsusi araşdırmalar gələcəksə, Google-da məqalələr gələcək. Nə üçün dünyanın ortasıdır? Bu haqda elmi işlər yazılıb, dünyanın ortası olmağı haqqında. Yəni, bir çox aspektlərdən izah eləmək də var. Kəbə həm dünyanın ortasıdır, Ərəbistan dünyanın ortasıdır, Yaxın Şərq ən qədim xalqlardır. Burada yəni bir çox, istəyirsən bu mövzu məncə kifayət qədər belə müzakirə edik, əlavə edə bilərik. Başqa suallar varsa keçə bilərik başqa suallara.